Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bu video məhz sizlər üçündür. 2026-cı il üçün MİQ çərçivə sənədi hazır olubdur və həmin çərçivə sənədində nəzər salanda görürük ki, bəzi mövzular çıxarılıbdır, bəzi mövzular əlavə olunubdur. Əminəm ki, bu sənəd qarşınıza çıxıbdır. Əlavə olunan mövzuların içərisində su həsrəti əfsanəsi də var. Bu əfsanə 6-cı sinif dərs vəsaitində öz əksini tapır. Dərs vəsaitini elektron versiyasını yükləyə bilərsiniz, saytlarda öz əksini tapıbdır və gəlin su həsrəti mətnində söhbət nədən gedir? Həm oxuyaq, yeni əfsanədir, həm də müzakirə eləyək ki, burada söhbət nədən gedir? İşğalçılar tərəfindən təqib olunan karvan, deməli karvanımız işğalçılar tərəfindən təqib olunubdur. Gecə-gündüz yol gedir. Tuluqlarda su ehtiyatı çoxdan qurtarmışdı. Susuzluqdan dodaqları çatlamış adamlar danışmırlar, başlar sinəyə enmiş, addımlar ağırlaşmışdır. Qaçqınların arasında çoxlu gənc var idi. Deməli, bu qaçqınlar arasındakı üstünlük gənclərə imiş. Onlardan ikisi, bacı və qardaş, karvanın lap sonunda yanaşı addımlayır. Arabir başlarını qaldırıb, ümid dolu nəzərlərlə irəli zirləyirlər. Oğlan taqətdən düşmüş bacısı Ceyranı geri qalmağa qoymur, onu özü ilə aparır. Bu mətnin bizim giriş hissəmizdir. Əfsanənin giriş hissəsində biz görürük ki, gəzən bir karvan var və həmin karvanın gəzməsinin səbəbi işğalçılardır. Və işğalçılar tərəfindən təqib olunan karvan oradan uzaqlaşmağa çalışır və su ehtiyatı da qurtarıbdır. Çoxdan qurtarıbdır və susuzluqdan dodaqları çatlamış adamlar heç biri danışmır, başları sinəyə eniblər, addımları ağırlaşıblar. Amma ümidsizdürlərmi? Xeyr, ümid dolu nəzərlərlə irəliyə baxırlar və iki gəncin adını çəkirlər, bacı və qardaşın və bunlar da karvanın sonunda gedir. Qardaşın adını bilmirik, amma bacının adını bildik ki, bacısı Ceyran imiş. Bir neçə gündən sonra hərəkət etmək daha da çətinləşir. Aydın məsələdir ki, suları yoxdursa hərəkət etmək səhrada çətin məsələdir. Vizual görüntüsünün və şəklinin aşağıda qeyd olunubdur. Qız artıq əldən düşüb, gedə bilmir, ayaq üstə tab gətirə bilməyib yıxılır. Əsən xəzri, narın qumu qızın qara gül saçlarını doldurur, göz yaşlarında islanmış qum ağırlaşır. Burada qızın portreti öz əksini tapır, qızın qara və gül saçları olduğu öz əksini tapıbdır. Həmçinin də hadisənin daha da ağır olduğunu göstərmək üçün göz yaşlarında islanmış qum ağırlaşır deyir. Yəni qız burada ağlayır, külək əsir və küləyin gətirdiyi qum gözündə ağırlaşmış versiyasında olur. Qəşəng və maraqlı bir ifadədir. Acını və kədəri ifadə etmək üçün düzgün cümlələrdən istifadə olunub burada. Yaşca böyük olan qardaşı bir anlıq ayaq saxlayır. Demək ki, burada qardaşın yaşca böyük olduğunu biz görürük. Əyilib bacısının qolları üstə qaldırır. Ağır addımlarla karvanın ardınca gedir. 3 gündən sonra oğlan da taqətdən düşür, daha hərəkət eləyə bilmir. Deməli, əvvəl bacısı, daha sonra isə oğlan taqətdən düşür və oğlanın taqətdən düşməsini fakt konkret olaraq qeyd olunub ki, 3 gün ərzində sonra taqətdən düşübdür. İndi heç bir qüvvə, nə xilas olmaq ümidi, nə həyat eşqi onun dadına çatır. Taqətdən düşdüyünü duyan gənc huşsuz bacısını ehtiyatla yerə qoyur. Huşsuz olan kim imiş? Bacısı. Ehtiyatla yerə qoyur, diz çökür, əllərini göyə qaldırıb yalvarır. İlahi, kömək əlini bizdən əsirgəmə. Biz buradan nitqini görürük və bu nitq oğlana məxsusdur. Əllərini göyə qaldırıb yalvarırsa, demək ki, bu insanın Allaha olan bir inancı da öz əksini tapırdı və Allahdan bir kömək istəyir. Uçsuz bucaqsız səhra çarəsiz gəncin səsini udur. Burada səhranın səsinin udması insana xas xüsusiyyətin səhranın üzərinə köçürülməsindən öz əksini tapırıq və bu səs eşidilmir mənasındadır. Qəhər onu boğur. Gəncin qara gözlərində 2 damla yaş görünür. Damlalar yerə düşür. Birdən-birə yer aralanır və bulaq suyu fəvvarə vurulur. Ceyran həyatı xilas olur. Səbəb nəticə kimi düşünün bax bu cümlələri. Ceyran həyatı xilas olmasının nəticədir. Səbəb nə imiş? Qəhər onu boğur, ağlayır, ağlayanda yerə 2 damla su düşür və nəticədə bulaq əmələ gəlir. Lakin acı tali qaçqınları rahat buraxmır. Qəddar düşmən bütün bu günləri karvan izinə düşüb onu bulaq başında haqlayır. Düşmən atlıları bulaqdan axan gür şəffaf suyu görüb heyrətlənirlər. Düşmən nə üçün heyrətlənib? Şəffaf suyu gördüyü üçün. Su onlar üçün də həyat deməkdir. Deməli, hər iki tərəf susuzluqdan əziyyət çəkibdir. Sayca çox olan amansız düşmənlə döyüş başlanır. Məğrur Ceyran
Düşmən atlılarının yaxınlaşdığını görüb gözlərini göyə qaldırır, yanıqlı səslə deyir: "Uca Tanrı, məni daş eylə." Bu ceyranın arzu və niyyətidir. Düşmənlər və karvan adamları, təkcə düşmən deyil, həmçinin orada olan adamlar da gözlərinin qarşısında baş verənlərlə donub qalırlar. Yəni ceyranın arzusunun reallaşması sadəcə düşməni deyil, həmçinin karvan adamlarını da təəccübləndiribdir. Əllərini göyə qaldırmış ağ paltarlı ceyran bir göz qırpımında daş heykələ çevrilir. Və geyimi yenə öz əksini tapıbdır. Ağ paltarlı olduğu öz əksini tapıb. Biz yuxarıda onun gözünün saçının rəngini öz əksini tapmışdı. Qızın qara və gül saçları, indi isə geyimini öz əksini tapıbdır. Ağ paltarlı ceyran yazılıbdır. Heyrət və qorxudan təşvişə düşən işğalçılar elə həmin andaca bulaq suyunun quruduğunu da görürlər. Onlar həyəcan içində su, qayıt deyə qışqırmağa başlayırlar. Bax bu cümləni yaxşı yadınızda saxlayın, çünki əlavə olunmuş yeni bir əsər də var. Həmin əsər Koroğlu dastanından Alı Kişi qoludur. Buna uyğun bir situasiya var. Suyun quruması, bulaq suyunun quruması tipli mövzu var. Orada da Koroğlu o su atasının gözünü açacaqdı əslində, amma təəssüf ki doldura bilmir. Qayıt su deyə qışqırması da buna uyğun, bu situasiyaya uyğun bir hadisə baş veribdir. Çox güman Euler-Venn diaqramının oxşar xüsusiyyətləri kimi bu sual düşəcək. Düşmənlər özlərini bulağa yetirəndə səhra bulaq suyunu artıq sorub qurtarmışdı və bununla da əsərimiz bitir, əfsanə bitir. Əfsanə haqqında maraqlı bir xüsusiyyət də var. Bunu da yazaq burada. Əfsanə ilə nağılın oxşar xüsusiyyətlərini yazıblar. Deyir ki, hər ikisində sehirli qüvvələr, möcüzəli hallar baş veribdir. Əfsanələrdə də nağıllarda olduğu kimi insanlar daşa, bulağa, qayaya çevrilirlər və ən önəmli məsələ budur ki, nağıllarda bax bu çevrilmə sehirli qüvvələr vasitəsiyləndir. Əfsanələrdə isə söz, arzu, alqış yaxud da qarğış sayəsində baş veribdir. Həmçinin bu əlavə idi, yəni fərqli xüsusiyyəti idi. Həmçinin əlavələrdə adı çəkilən o yer var, qaya var, çay var, bulaq var, maddi varlıq kimi mövcud olublar, yəni yaşayıblar. Nağıllarda isə belə hallara rast gəlinmir. Və bu da bizim üçün önəmli bir mövzudur. 2 dənə sualımız var. Sual ekran qarşısındadır. Sualı da cavablayın, şərh bölməsində yazarsınız və görək ki, bu mətin bizlərdən nə öyrəndi. Növbəti videolar da inşallah çəkilib YouTube-da yerləşiləcək. Kanalımıza abunə olmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.